Mən Həsənov Samir Mirdamətoğlu. Ümumilli liderimiz Ulu Öndər Heydər Əliyevin siyasətinin davamçısı, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, ölkənin baş prokuroru cənab Kamran Əliyevə, çoxsaylı məktublarıma və teleqramlarıma reaksiya verilmədiyi və baxılmadığı üçün video müraciət edirəm. Azərbaycan Respublikasının korrupsiya qarşı mübarizə haqqında qanunun 11-2-ci maddəsinə əsasən işlədiyim dövlət orqanı olan Kənd Təsərrüfatı Nazirliyinin bir sahə Dövlət Aqrar İnkişaf Mərkəzinin texniki nəzarətin təşkili sektorunda baş verən korrupsiya və rüşvətxorluqla bağlı, həmçinin həmin sektorda görülən qeyri-qanuni işlər barəsində 3 dekabr 2024-cü ildə Baş Prokuror yanında Korrupsiya qarşı mübarizə Baş İdarəsinə şikayət ərizəmi qanun və çoxsaylı siyahılar şəklində göndərmişəm. 17 dekabr 2024-cü il tarixində Əməliyyat İdarəsinin əməkdaşı tərəfindən Baş Prokuror yanında Korrupsiya qarşı mübarizə Baş İdarəsinə dəvət olunmuşam. Verdiyim məlumatların dəqiq və xüsusi əhəmiyyətli olduğu sübuta yetirilmiş, əməliyyat tədbirində iştirak edib əməkdaşlıq etməyə razılıq vermişəm. Əməliyyat İdarəsinin əməkdaşları tərəfindən Arif Həsənovun xidmət otağına yerləşdirilən xüsusi texniki vasitə əsasında vətəndaşlardan vəzifə mövqeyindən sui-istifadə etməklə rüşvət almaları sübuta yetirilmişdir. Bir neçəsini sizin nəzərinizə çatdırım. 6 mart 2025-ci il saat 11:00-da Həsənov Arif Bahadıroğlu xidməti otağında mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması, dövlət qeydiyyat nişanının ayrıca qiymətə satılması 01 BA 100 Cəfərov Qabil Oktay oğlundan rüşvət alıb. 13 mart 2025-ci il saat 13:28-də Həsənov Arif Bahadıroğlu xidməti otağında mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınmasına görə Qalib adlı maklerdən rüşvət alıb. 14 mart 2025-ci il Mikailov Polad Laçınoğlu Həsənov Arif Bahadıroğlu ilə birlikdə xidməti otağında mexaniki nəqliyyat vasitələrinin girova qoyulmasına görə Əhmədov Rasim Qazməmmədoğlundan rüşvət alıb. 14 mart 2025-ci il saat 11:48-də Ağayusifli Sabtay Şahinoğlu xidməti otağında mexaniki nəqliyyat vasitələrinin girova qoyulmasına görə Şükürov Əmraslan Adil oğlundan rüşvət alıb. 17 mart 2025-ci il tarixində Baş Prokuror yanında Korrupsiya qarşı mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinin əməkdaşları tərəfindən bir saylı Dövlət Aqrar İnkişaf Mərkəzinin texniki nəzarətin təşkili sektorunda keçirilən əməliyyat tədbiri nəticəsində 4 vəzifəli şəxs saxlanılıb. Həsənov Arif Bahadıroğlu, Mikailov Polad Laçınoğlu, Ağayusifli Sabtay Şahinoğlu, Mustafayev Xalis Qurbanoğlu adlarını qeyd etdiyim vəzifəli şəxslərin əməliyyatın xüsusi texniki vasitəsi ilə vətəndaşlardan vəzifə mövqeyindən sui-istifadə etməklə rüşvət almaları çoxsaylı video görüntü və səs yazıları vasitəsilə sübuta yetirilmişdir. Əməliyyat İdarəsinin əməkdaşları mənim şikayətimə çox çevik və operativ reaksiya verdikləri üçün Əməliyyat İdarəsinin rəhbərliyinə və əməkdaşlarına xüsusi təşəkkürümü bildirirəm. Kifayət qədər sübutlar olmasına baxmayaraq, Arif Həsənov ağır maddələrlə ittiham olunub ev dustaqlığına buraxılıb. Digər 3 vəzifəli şəxs isə barələrində heç bir qəti imkan tədbiri seçilməmişdir. İş üzrə həvalə olunan Baş Prokuror yanında Korrupsiya qarşı mübarizə Baş İdarəsinin müstəntiqi Kənan Nəzərli prokurorluq orqanının əməkdaşıdır. Onun savadına və biliyinə mənim heç bir şübhəm yoxdur. Hal-hazırda sərbəst olan 4 vəzifəli şəxs dövlət səviyyəsində xüsusi nüfuza malik olan şəxsin qardaşının adını çəkirlər. Lakin həmin şəxsin işgüzar nüfuzuna xələl gəlməsin deyə mən onun adını çəkmirəm. Sizdən xahiş edirəm, mənim şikayətimin qanuna uyğun icrasına Arif Həsənovun və hal-hazırda sərbəst buraxılan 3 vəzifəli şəxsin məsuliyyətə cəlb olunmasını xüsusi nəzarətə götürməyinizi sizdən xahiş edirəm.